İranla Amerika Birləşmiş Ştatları arasında etimadın yaranması özü biraz absurd səslənir. Çünki İran İslam Respublikası yarandığı gündən bu günə qədər İranla Amerika Birləşmiş Ştatları arasında heç bir istiqamətdə, heç bir sahədə qarşılıqlı əməkdaşlıq olmayıb və əməkdaşlıqdan söhbət də gedə bilməz. Çünki əslində İranda baş verən inqilab elə Amerikaya qarşı inqilab idi və Amerikanın İrandakı dəstəklədiyi hakimiyyətə qarşı inqilab idi. Ona görə də etimad yaradılması və bu xüsusilə müharibə vasitəsilə etimad yaradılması qeyri-mümkündür. Və xüsusilə İran siyasi hakimiyyətinin Amerika Birləşmiş Ştatlarına və ümumiyyətlə dünya siyasi sisteminə münasibətini nəzərə aldıqda İrana etimaddan söhbət gedə bilməz. 2015-ci ildə Avropa və Amerika İranla danışıqlar apardığı zaman İran hakimiyyəti nüvə silahı proqramından imtina etdiyini bildirmişdi və uranın zənginləşdirilməsinin dayandığını bildirmişdi. Amma indi aydın olur ki, uranın zənginləşdirilməsi nəinki dayanıb, hətta 60%-ə qədər artırılıb və artıq 1-2 həftə ərzində ondan çox atom bombası istehsal etmə imkanına malikdir İran. Və ona görə burada etimad məsələsi mümkün deyil. Etimad, yəni ilkin etimadın, deyək ki, ilkin işartıları o zaman meydana gələ bilər ki, İran uranın zənginləşdirilməsindən bir dəfəlik imtina etsin və 60%-ə qədər zənginləşdirdiyi uranı Amerika Birləşmiş Ştatlarına və yaxud heç olmasa Beynəlxalq Atom Agentliyinə verməyə razılıq versin. İran tərəfindən belə bir addımın atılacağı halda etimad yaranır deyə bilərik və ondan sonra sonraki şərtlər müzakirə oluna bilər. Amma hələlik İranın davranışından görünən budur ki, onlar müxtəlif bəhanələrlə zənginləşdirilmiş urandan imtina etməkdən vaz keçiblər və imtina etmək fikirləri yoxdur. Məsələn, bu müharibənin əsas səbəbi, birinci və ilkin səbəbi zənginləşdirilmiş uran olsa da, İran tərəfi danışıqlarda təzminat məsələsini ondan daha önə keçirməyə çalışır. Belə danışıq... Bununla bəlkə təzyiq göstərmək niyyətindədir. Maksimum təzyiq, minimum nəticə. Amma bu çox absurd bir yanaşmadır. Çünki İranın Amerika Birləşmiş Ştatlarına təzyiq göstərmə imkanları sıfıra bərabərdir. İranın hərbi gücü əsasən ən azı 60-70% həcmində darmadağın edilib. Əgər Amerika Birləşmiş Ştatları müharibəni daha 2 həftə, 3 həftə davam etdirsə, İran hakimiyyəti, İran siyasi hakimiyyəti ümumiyyətlə devrilə bilər, tamamilə siyasi səhnədən gedə bilər. Ona görə də belə bir şəraitdə təzyiq göstərmək kimi bir arzuya dalmaq öz-özlüyündə, yəni siyasi naşılıqdır. Və müharibənin bu 40 gün ərzində davam etmiş müharibənin nəticələri də heç də İranın gələcək danışıqlarda daha faydalı bir mövqe yaratmır onun üçün. Məsələn, İran Hörmüz boğazını blokadaya almışdı və oradan keçən gəmilərdən, hər gəmidən 2 milyon dollar həcmində məbləğ ödənilməsini tələb edirdi. Amma indi Amerika Birləşmiş Ştatları İranın özünü blokadaya aldı və İran gəmiləri və İrana gələn, İrandan çıxan gəmilər hərəkət edə bilməz. Yəni, bu İran bir addım attı, Amerikanın atdığı analoji addım İranı 2 addım geri saldı. Və ona görə İran tərəfindən atılan addımlar heç biri hansısa bir uğura hesablanmayıb və bunu ən sadə təhlilçilər də, analitiklər də başa düşür ki, bu doğru düzgün addım deyil. Əgər İranın bu münaqişədən çıxmaq və danışıqlar yolu ilə münaqişəni həll etmək fikri varsa, o bu kimi absurd tələblərdən geri çəkilməlidir. Çox maraqlıdır ki, siz Hörmüz boğazı ilə bağlı danışdınız. Amerika
blokadaya almamışdan qabaq Trumpın açıqlaması olmuşdu. Bir gəmi o blokadanı yarmağa çalışarsa biz onu dənizin dibinə göndərəcəyik. Təxminən belə bir açıqlaması var idi. Amma gördük ki, blokadaya alındığı günün səhərsi birinci Çin gəmisi oranı yarıb keçdi. Heç kim də bir söz demədi. Bir güllə belə atılmadı. Bugün də İrana aid olan bir gəminin oradan keçərək hansı ki ərzaqla yüklənib İranda bir limana yanaldığının şahidi olduq. Bütün bu baş verən hadisələr də Amerika Birləşmiş Ştatlarının nədənsə ehtiyat etdiyini belə bir təəssüratı bizdə yaradır. Maraqlıdır. Amerika Birləşmiş Ştatları əgər blokadaya alıbsa, Trumpın xəbərdarlığı da var idisə, görəsən niyə atəş açmayıb gəmilərə və ya gəmiləri niyə orada bir şərait yaradıb ki, blokadanı yarıb keçsinlər? Bu kimi informasiyalara birmənalı yanaşmaq doğru olmazdı. Çünki bu kimi informasiyalar bəzən dezinformasiya xarakteri daşıyır. Çünki heç kim dəqiq bilmir. Doğrudan mı bu belə olub? Başqa mətbuat orqanlarında Çin gəmisinin blokada xəttinə yaxınlaşdığı və geri qaytarıldığı bildirilir. Tamamilə zid bir informasiya verilir. Ona görə belə informasiyaları bir müddət gözləmək lazımdır. Onların dəqiqliyinin təsdiq olunması lazımdır. Digər tərəfdən bütün bu kimi əməliyyatlar tədricən qüvvəyə minir. Məsələn, iki döyüşən tərəf arasında atəşkəs razılığı əldə olunandan sonra da bir neçə saat və ya hətta bir gün, bir neçə gün az atəş səsləri eşidilə bilir. Amma nəhayət ki, bu atəşkəs rejimi qüvvəyə minir. Blokada da eyni ilə. İndi Amerika Birləşmiş Ştatları 2 gün öncə blokadanı elan etdi. Orada Amerika hərbi gəmilərinin öz mövqeyini tutması, digər tərəfdən aviadaşıyıcı gəmilərin lazımi koordinatlarda öz mövqeyini tutması. Bütün bunlar müəyyən vaxt çəkir və bu vaxt ərzində ola bilər, bəli, 1-2 gəmi keçsin və ona diqqət yetirilməsin və yaxud o nəzərdən qaçsın və yaxud xüsusilə ərzaq gəmisi keçdiyi halda düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının qüvvələri ona o dərəcədə aqressiv münasibət göstərməyəcəklər. Söhbət İranın iqtisadi gücünü zəiflətməkdən və onları danışıq masasına oturtmaqdan gedir. Ona görə əgər məsələn oradan İranın neft, qaz gəmiləri keçməyə cəhd göstərərlərsə, bu kəsinliklə imkan verilməyəcək. Amma İrana ərzaq gətirən bir gəmi keçəcəksə, onu bəlkə də buraxdılar. Göz yumarlar. Bəlkə də göz yumarlar, yəni sırf humanitar nöqteyi nəzərdən. Çünki əvvəldən Prezident Trump elan etdi ki, bizim məqsədimiz İran iqtisadiyyatına zərər vurmaq deyil. Və doğrudan da əgər Trump istəsəydi ki, qısa bir müddətdə İranı təslim etsin, sadəcə Xarq adasını suya qərq edə bilərdi və bununla da İran təslim olardı. Çünki İranın iqtisadi gəlirlərinin böyük bir hissəsini, bəlkə 90%-ni həmin adadan göndərilən yüklər təmin edir. Digər tərəfdə Bəndər Abbas limanı, İrana gələn və İrandan gedən yüklərin 90%-i oradan yola düşür və orada qəbul olunur. Yəni, Prezident Trump belə görünür ki, İrandan o istədiklərinə nail olmaq istəyir, amma İranı bir dövlət kimi məhv etmək fikri yoxdur. Çox maraqlıdır. Növbəti görüş olacaqsa, bir görüş İslamabadda baş tutdu, heç bir nəticə vermədi deyilənlərə görə. İndi ayın 16-sında, yəni sabahki gün keçirilə bilən bir görüşdən danışılır, ehtimaldan söhbət açılır. Tərəflər hansı bəndləri, hansı şərtləri müzakirə edəcəklər. Maraqlıdır ki, bu razılaşmanın davam etməsi və yeni razılaşmanın əldə olunması üçün mütləqdir ki, tərəflərdən biri və ya ikisi də qarşılıqlı şəkildə güzəştlərə getsin. İran tərəfinin güzəştə gedəcəyi yer, hədd hansıdır? Bəs Vaşinqton burada nə qədər güzəşt edə bilər? Vaşinqton mənə elə gəlir ki, kifayət qədər artıq güzəşt edib. Məsələn, balistik raketlərin istehsalının məhdudlaşdırılması ilə bağlı danışıqlarda artıq heç bir bənd yoxdur. Hərçənd ki, ilkin şərtlərində, Amerika Birləşmiş Ştatlarının ilkin şərtlərində bu ikinci yerdə dururdu. Nüvə zənginləşməsi, uran zənginləşməsindən sonra ikinci yerdə balistik raket istehsalının məhdudlaşdırılması dururdu. Eləcə də İranın xarici ölkələrdəki proksi qüvvələrə maliyyə dəstəyinin dayandırılması artıq indiki danışıqların müzakirə predmeti deyil.
Yəni bunlar onu göstərir ki, Amerika Birləşmiş Ştatları artıq öz güzəştlərini edib, hansı güzəştlərə gedə bilər onları bildirib. Məsələ qalır İran tərəfində. İran tərəfinin bu danışıqlarda, əslində danışıqların məzmunu elan olunmayıb, amma bəzi sızan məlumatlara görə, bəzi xarici ölkələrin mətbuatında belə bir xəbər var ki, İran təmsilçiləri bu danışıqlarda heç də ciddi şəkildə Amerika Birləşmiş Ştatlarının şərtlərinə etiraz bildirməyiblər. Sadəcə bildiriblər ki, biz bu qərarları verə bilmərik. Bu qərarları ali dini lider verməlidir və onunla bizim telefon danışığı, telefon əlaqəsi yaratmaq imkanımız yoxdur. Təhlükəsizlik güya səbəblərindən onunla telefonla heç kim danışmır. Bu, Amerikanın irəli sürdüyü yeni şərtləri, yəni dəyişdirilmiş və artıq güzəşt edilmiş şərtləri razılaşdırmaq üçün onlar İrana qayıtmalıdır. Ali dini liderlər bunu müzakirə etməlidir və cavabla görüşün növbəti mərhələsinə qayıtmalıdırlar. Yəni, üzdə İran hakimiyyəti, xüsusilə Sepah, çox aqressiv bəyanatlar verir. Amma danışıqlarda o qədər də aqressiv deyil. Çünki İran hər halda özünün də güc həddini bilir, hara qədər onun Amerika Birləşmiş Ştatlarına müqavimət göstərmə imkanları var. Və ona görə düşünürəm ki, onlar tam 100% olmasa da, əlbəttə birinci dəfədən tam 100% bütün şərtlərin qəbul edilməsini heç vaxt onlar gəlib elan etməyəcəklər. Amma ən azından Amerika Birləşmiş Ştatları tərəfindən son görüşdə irəli sürülmüş tələblərin böyük bir hissəsini razılaşdıraraq görüşün növbəti mərhələsinə qayıdacaqlar və ondan sonra yenə də danışıqlar davam edəcək. Cavanşir bəy, fürsət düşmüşkən, vaxt varkən mən NATO-Amerika Birləşmiş Ştatları münasibətlərinə də istəyərdim toxunaq. Çünki həftələrlə davam edən müharibənin gedişatında Trump dəfələrlə qeyd etdi ki, NATO bizə kömək etməli idi, etmədi, biz NATO-dan çıxacağıq, biz onların arxasında durmayacağıq və s. və ilaxır. Elə bilirdik ki, bu söhbətlər səngib, yox. Trump'ın bir açıqlaması var. Yenə də NATO-nu tənqid edib və xüsusən də sosial şəbəkələrdə tez-tez bu barədə yazmağa başlayıb. Açıq-aşkar şəkildə Vaşinqtonun NATO ilə bağlı narazılığını ifadə edib. Hətta NATO'nun baş katibi ilə Amerikada bir neçə gün bundan qabaq bir görüş də reallaşdı. Maraqlıdır, belə bir sual. NATO Vaşinqtonu itiribmi bu yanaşmasına görə? Mənə elə gəlir ki, NATO Vaşinqtonu itirmək üzrədir və bu doğrudan da çox maraqlı bir məsələdir. Və NATO tarixinə baxsaq, doğrudan da Prezident Trump haqlıdır. Çünki NATO yarandığı gündən NATO'nun bütün maliyyə yükünü Amerika Birləşmiş Ştatları çəkib. Və Avropaya hər hansı bir təhlükə yarandığı anda NATO Avropanın təhlükəsizliyini çox ciddi şəkildə qoruyub. Bugün Amerika Birləşmiş Ştatları hansısa bir münaqişəyə cəlb olunduqda NATO'nun Amerika Birləşmiş Ştatları ilə birgə addımlamaması şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarını qıcıqlandırır. Və ümumiyyətlə Donald Trump hakimiyyətə gəlməmişdən öncə də bunu deyirdi. Və hakimiyyətə gəldikdən sonra da dəfələrlə NATO-nu tənqid edib. Və NATO-nun tarixində əslində bir dönüş nöqtəsi yaradıb Prezident Trump. Bu ikinci dəfə Donald Trump hakimiyyətə gələnə qədər NATO ölkələri hərçənd danışılmışdı ki, ümumdaxili məhsulun 2% həcmində təşkilatı dəstəkləyəcəklər, amma heç vaxt bunu etməmişdilər. 50 il ərzində heç vaxt bunu etməmişdilər. Ukrayna-Rusiya müharibəsi ilə istifadə edərək Prezident Trump Avropa qarşısında şərt qoydu, NATO üzvləri qarşısında. Siz deyirsiniz ki, Ukraynanın müdafiəsi Avropanın müdafiəsi deməkdir. Çox gözəl. Əgər siz özünüzü müdafiə eləmək istəyirsinizsə, sizi müdafiə edən təşkilatın büdcəsinə pulunuzu, borcunuzu ödəyin. Onlar ödəmirdilər. Və indi nə oldu? İndi Donald Trump Rusiya-Ukrayna müharibəsinə biganəlik nümayiş etdirdikdən sonra Avropa dövlətləri məcbur oldular ki, nəinki 2%, hətta bəzi dövlətlər 5-6%-a qədər öz maliyyə dəstəklərini göstərməyə başladılar. Və indi belə bir İranla münaqişə zamanında NATO-nun heç nə siyasi, nə mənəvi dəstək verməməsi, bir tərəfdən bu Avropa liderlərinin Trump'ın Ukrayna-Rusiya müharibəsinə qarşı biganəliyinə cavabdır, cavab reaksiyasıdır.
Digər tərəfdən Trump üçün də bu çox əla bir fürsətdir. Bildirir ki, yaxşı, mən sizi maliyyələşdirirəm, mən sizi texniki avadanlıqlarla təmin edirəm, amma siz məni müdafiə etmirsiniz. Belə olduğu halda niyə NATO bizə lazımdır? Və o doğrudan da yeni prezident seçiləndə demişdi ki, mənimlə Rusiya arasında böyük bir okean var. Mənim elə bir təhlükəm yoxdur. Təhlükə sizindir. Əgər siz öz təhlükəsizliyiniz üçün maliyyə xərcləmək istəmirsinizsə, niyə Amerika Birləşmiş Ştatları xərcləməlidir sizin üçün? Və elə görürəm ki, bu narazılıq getdikcə güclənir və ola bilər ki, ehtimal var ki, Donald Trump doğrudan da prezidentlik müddətinin sonuna qədər NATO-dan Amerika Birləşmiş Ştatlarının çıxmasını tələb etsin. Amma bu da hələ tam Amerika Birləşmiş Ştatlarının mütəşkilatdan çıxması olmayacaq. Təkcə Donald Çünki orada Trump'ın qərarı prosedur ilə deyil. məsələləri var. Prezident belə qərar versə belə, bu Konqres tərəfindən təsdiqlənməlidir yenə də.